Rambəy, bax, gəlin bir faktlarla şey deyək də. Bax, indi biz deyirik ki, yəni daha hamı getsin. Okey, deyək ki, bir ona başladılar əməl eləməyə. Amma siz bilmirəm, baxmısınız, elə bil ki, şəhərdə maşın sayı çox həddindən artıq çox çoxalıb. Yəni mən hətta mən elə mən indi biz mərkəz tərəfdə qaldım da, qıraqlara heç getmirdim. Yaxında bir toya gedirdim. Gördüm ki, hətta belə deyim də, Əhmədlidə belə, şeydə belə, Neftçilərdə belə, yəni bu tıxaclar var. Bu yaxınlarda belə bir şey yazmışdım ki, dünyada 2 dənə təhlükəli yer var. Biri Bermud üçbucağıdır, o birisi də 3-cü mikrorayon dairəsi. Yazmışlar ki, Ukrayna dairəsi də eyni şeydir. Ukrayna dairəsi. Ukrayna dairəsi də eyni şeydir. Yəni ki, burada avtomobillərin sayı əlbəttə ki artır, getdikcə artır. Bunun bir səbəbi də var. Məntiqli bir, bu yaxınlarda hətta bir düşünmüşdüm ki, əvvəl əgər avtomobili kişilər sürürdülərsə əsasən, indi qadınlar da sükan arxasına keçirlər. Normal bir şeydir. Yəni ki, daha rahat olur. Uşaqları da çox qadınlar məktəblərə aparırlar. Məsələn, ev üçün alış-verişləri qadınlar eləyir. Avtomobil çox rahatdır bu da. Burada bir trend də yaranıbdır. İndi kimə lazım deyil, o da avtomobil alır. Çünki avtomobil Azərbaycanda bir statusdur. Mobil telefon və avtomobil. 2 dənə insanın əlində və istifadə etdiyi... Bir də bağ evi. Bəli. Bu 2 dənə şey varsa artıq status qalxır. Yəni bu mobil telefonla avtomobil görünən bir şeydir. Bağ indi görünməyə bilər. Ona görə hamı avtomobil almaq həvəsindədir. Avtomobil çox rahatdır, əlbəttə ki, bir tərəfdən rahat, amma digər tərəfdən nə olur? Sən bugün gedirsən və həmin pik saatlarında sıxlıqlarda qalırsan və saatlarla gedirsən. Bəzən 15 dəqiqə getdiyin yolu 1 saat yarımı, 2 saatı cəmi gedib çata bilirsən. Bəzən hətta belə deyim, oturursan maşında, bir də görürsən ki, yanına avtobus keçdi belə. Bu gün baxa qalırsan. həmin avtomobil zolaqlarının yaradılması əslində düz qərardır. Bəzi yerlərdə yoxdur, amma avtobus zolağı əslində çox yaxşıdır. Düzdür, biraz müəyyən bir müddət sıxlığa səbəb oldu, düzdür, amma artıq öyrəşib cəmaət, yəni mən də müsbət yanaşıram. İctimai nəqliyyat vaxtında getməlidir. Biz Avropaya getsək, Amerikaya getsək, görürük ki, orada hər bir ictimai nəqliyyatın qrafiki var. Və həmin qrafikdən gəlir. Mən Amerikada yaşayarkən biz bu Washingtonun DC-də yaxında yaşayırdıq və təsəvvür edin ki, avtobus bizim yaşadığımız binanın həyətinə gəlirdi. Düz binamızın qabağında dayanacağı var idi. Və mən ora getmək istəyəndə saata baxırdım və 3 dəqiqə qalmış düşürdüm ora. Vaxtında avtobus gəlib dayanırdı və vaxtında çatırdı da. Avropada da eyni qaydadır. Bizdə isə bu səbəbdən baxırsan ki, bəzən o avtomobillər həmin zolaqlara da deyəlim ki, hardasa çıxmaq üçün girirlər, tələsirlər və avtobusa qabağını kəsirlər. Ən azından avtobuslar sürətli olmalıdır, vaxtında getməlidir. Mən hətta tərəfdarıyam ki, bu avtobus zolaqları hər yerdə olsun. Çox yerdə yoxdur, indi müəyyən yerlərdə var. Çünki ictimai nəqliyyat vaxtında yetməlidir. Bir də ictimai nəqliyyat əgər gedib hardasa dayanırsa, yəni o sıxlıqda girib dayanırsa, nə olur? Bir də baxırsan ki, eyni nömrəli avtobuslar dalbadal dayanırlar və qabaqdakılar da çox uzun zaman gözləyirlər. Sonra da sıxlıq yaranır avtobuslarda. İctimai nəqliyyat ən azından bu getməlidir. İndi sən kimsə tələsirsə ictimai nəqliyyat. Mən isə pik saatlarında daha çox ictimai nəqliyyatdan istifadə edirəm. Çünki çox rahat gedirəm və pəncərədən baxıram ki, onlar dayanıblar saatlarında əsəbi və s. Düzdür, mən hətta sıxlıqda gedəndə də əsəbləşmirəm. Çünki yaxşı bir musiqi qoyuram, nəsə özüm fikirləşirəm, nəsə işlərim barədə. Yəni orada da tələsməyə ehtiyac yoxdur. Yaxşı həzin musiqi, rahatlıq, nəsə başqa bir şeylərdən düşünmək olar. O zaman stres də yaşamırsan. Bir də sıxlıq varsa, sən orada istəyirsən siqnal ver, istəyirsən tələs, onsuz da eyni vaxtda gedəcəkdir. Bəzən bu siqnal verənləri də başa düşmürəm. Arxadan siqnal verirlər, elə bil ki, qarşıda bunlar siqnal verməklə yollar daha tez boşalacaqdır və yaxud da ki, avtomobillər axın sürətlənəcəkdir də. Məntiqsiz bir şeydir də. Əslində həm özü əsəbləşir, həm də qarşısındakını əsəbləşdirir. Hətta bu yaxınlarda bir hadisə ilə qarşılaşdım. Həmin elə 3-cü mikrorayon dairəsində biri dayanıb, arxadan da biri çox uzun siqnal verir. Qarşıdakı sürücü də hamı əsəbidir orada. Dözmədi, saxladı maşını, qapını açdı, düşdü buna. Başladılar, yəni mübahisə etməyə ki, axı sən hara siqnal versin? Görürsən ki, burada keçmək mümkün deyil də. Mən neynəməliyəm? Bu birisi də indi onun şey eləmək istəmir, o da başladı onunla nəsə eləmək. Sonra əlbəttə ki,
o emosiyalar gedəndən sonra biraz sakitləşirlər, başa düşür ki, səhv eləyib. Amma bir dəfə olur da. Amma yenə də təkrar eləyirlər.